Bahadur Hoca, səncə bu Şərurlu İsfəndiyar kimi adamlar niyə bu qədər müzakirə olunur? Ümumiyyətlə cəmiyyətdə varlı adamlara həm bir heyranlıq var, həm də bir nifrət var. Şəmsdan Əlzamanlı var, hamının tanıdığı, hərbi vətənpərvərlik mahnısını oxuyan bizim sənətkarımız. Bir də meyxanaçı Balalli var. Şəmsdən müəllimin sürdüyü maşın 10-15 min manat civarında bir maşındır. Balallinin sürdüyü maşının 150 min qiyməti var. Cəmiyyət daha çox Balallini tanıyır, Balalliyə can atır, onu görməyə can atır, onunla şəkil çəkdirməyə can atır. Ümumiyyətlə zəngin adamlardan insanlar çox danışmaq istəyirlər, onu tanımaq istəyirlər. Bir də bu adamın danışdığı sözlər də var ki, onu populyarlaşdırır. Məsələn, bu deyir ki, bir müsahibələrinin birində deyib ki, əlimdə səlahiyyətim olsa məscidləri sökərəm, yerində məktəb tikərəm, oxumaqdan danışır. Sonra da övladlarına diplomu pulla aldığını etiraf edir. Deyir ki, mən ən çox dindarlar aldadım da. Amma adam dindarlıqla dini darlığı başa düşmür də. Dindarların kitabında nə yazılır ki? Aldatmayın, pul atmayın başqasına, nə bilim, pislik eləməyin. Əgər sənə bir adam dindaram deyibsə, gəlib pul atıbsa, bu deməli dindar deyil. Sən bunu niyə dindar adlandırırsan? Məsələn, mən özümə muğam ustası deyə bilərəm. Gəlib deyə bilərəm ki, mən muğam ustasıyam. Ağzımı açıb 2 kəlmə danışandan sonra görəcəksiniz ki, mənim səsim yoxdur. İndi mən muğam ustası oldum. Yəni dindarlıq pis oldu, yoxsa özünə dindar deyən adam pisdir. Bəs səncə varlı olmaq insanı dəyişdirir? Varlı olmaq insanı dəyişdirmir. Varlı olmaq insanın əsas mahiyyətini üzə çıxarır. Sən yaxşı adamsansa, varlananda daha çox yaxşılıq eləmək istəyəcəksən. Pis adamsansa, varlananda daha pislik eləyəcəksən. Məsələn, dəyişirsənsə, başqasını indi bıçaqla vura bilirsənsə, pulun biraz artandan sonra gedib raketlə vuracaqsan, avtomatla vuracaqsan, həm topa tutacaqsan adamı. Yəni sənin içində nə varsa, o biraz da böyüyür. Adam var ki, 5 manatı olanda da xəsis idi. İndi 1 milyonu var, yenə xəsisdir. Yəni pullu olmaq əslində adamı maskasız eləyir. Kimliyini üzə çıxarır. Hoca, səncə varlı olmaq ayıbdırmı? Yox, varlı olmaq ayıb deyil. Necə varlanmaq məsələsi var. Məsələn, halal yolla varlanmısansa, bu şərəfli bir işdir. Amma haram yolla varlanmaq əlbəttə ki, ayıbdır. Tutaq ki, rüşvət alıb varlanmaq, dövlətin sənə əmanət etdiyi malı, mülkü tarımar eləmək, dövlət malını dədənin malı kimi basıb yemək, şərəfsizlik eləyib pul qazanmaq ayıbdır. Maşenniklik eləyib pul qazanmaq, ona buna bir evi 30 nəfərə satıb pul qazanmaq ayıbdır. Öz bədənini satıb pul qazanan xanıma ayıbdır. Amma varlı adam əgər həqiqətən də alnının təri ilə işləyib qazanıbsa, burada ayıb bir şey yoxdur. Bir də ki, varlı olmaq da əsas deyil, varlı olub mədəni olmaq lazımdır. Yəni çox varlı adamlar var ki, ümumiyyətlə mədəniyyətdən xəbərləri yoxdur. Bəs hoca, mədəni insanın əsas göstəricisi nədir? Yemək mədəniyyəti. Yəni bir insan yeməyinə baxıb onun mədəni olub olmadığını müəyyənləşdirmək olar. Məsələn, adam əlində TikToka baxa-baxa, buradan çörəyi qırır, yeyirsə, qabağındakı suyun nə suyu, o koladır, fantadır, yoxsa adi sudur, bilməyərək içirsə və yaxud da toylarımızda bizim necədir? Birinci yer ləpədən, sonra göy-göyərti, sonra xalodnu, sonra bozbaş, sonra kabab, üstündən aş, sonra üstündən marojna yeyir, axşam da düşür qarın ağrısına. Yəni bağırsaqları zibil olan adamın, zibilxana olan adamın özü mədəni ola bilməz. İnsan nə yediyini, nə içdiyini ümumiyyətlə bilməlidir. Yəni mədəniyyətin əsas göstəricisi budur. Söhbət üst mədəniyyətdən gedir, yəni alt mədəniyyətdən getmir. Söhbət elit səviyyədən gedir. Yəni bir insanın yemək yeməyinə baxsan, boşqabına baxsan və yeməyi yemək tərzinə baxsan, onun mədəni olub olmadığını bilmək olar. Mən bunu gec başa düşmüşəm, etiraf edirəm, amma şükür Allaha ki, başa düşmüşəm də. Yəni istəyir qadın olsun, istəyir ki, yəni bu hamıya aiddir. Bəs siz nə içirsiniz? Mən su ancaq badamlı. Nuş olsun. Hoca, bəs səncə qadın və kişi bərabərdir? Yox, qadın və kişi bərabər deyil. Konkret bir misal üzərindən deyəcəm bunu. Bir neçə il bundan əvvəl Amerikada milli yığma, qadınların futbol üzrə milli yığması kişilərə meydan oxudular. Dedilər ki, gəlin oynayaq. Onlar da dedilər, okey, oynayırıq, amma gəlin siz əvvəlcə kapitanları udun,
Ondan sonra biz ilə oynayarsınız. Kapitanlar da nədir? Artıq futbol karyerasını başa vuranlardır. 40 yaşı üzərindəki futbolçulardır. 50-60 yaşında arasında adamlar da var idi. Oynadılar, rəsmi futbol keçirildi aralarında. Oynadılar, 12-0 uduzdular. Ondan sonra qadınlar ağzını açıb demədilər ki, biz sizi udarıq falan bəsməkan eləyərik. Yəni elə bir sahə var ki, orada qadın uğurludur. Elə bir sahə var ki, orada kişidir. Kişi və qadın tamamilə ayrı-ayrı anlayışlardır. Məsələn, qadın dünyaya uşaq gətirə bilir. Mən kişiyəm, gətirə bilmirəm. Və yaxud da qadın körpəyə süd verə bilir, onu mən verə bilmirəm. Mənim də eləyəcəyim bəzi şeylər var ki, ümumiyyətlə qadın onu eləyə bilmir. Amma hüquqi cəhətdən götürəndə qadın və kişi hüquqi cəhətdən bərabərdir. Müəyyən şeylərdə hüquqi cəhətdən bərabərdir. Məsələn, qadının da təhsil alma hüququ var, seçim hüququ var. Amma məsələn, ailə başçısını kimi nəzərdə götürsək, məncə kişi ailə başçısı olsa daha yaxşı olar, daha müstəhəbdir. Yeni layihəniz xeyirli uğurlu olsun, davamı gəlsin inşallah. Çox sağ olun, təşəkkür eləyirəm. Mən də sizə də təşəkkür eləyirəm sualları verdiyiniz üçün. Bir də sponsorlarımız Badamlı Sularına və 175 yükdaşıma xidmətinə təşəkkür eləyirəm ki, bax belə bizə dəstək olurlar ki, biz də maarifləndirici videolar hazırlayaq. Bir də dostlar, bitirməmiş like eləməyi, şərh yazmağı unutmayın.